Dünənki İrana qarşı ən kəskin duran adamam, doğru mu? Bugünkü İrana savaşda mövqeyini müdafiə edirəm. Niyə? Maraqlıdır, elə deyilmi? Maraqlı deyil əslində. Əslində Azərbaycan marağı bunu tələb edir. Azərbaycanın marağı tələb edir ki, dün Azərbaycanı tanımayan, onun ərazilərini tanımayan, Azərbaycan sınırlarına qarşı çıxan, Zəngəzur dəhlizini qırmızı cizgimiz elan edən bir İrana qarşı biz açıq-açığına mücadilə aparmalıyıq. Azərbaycanda dövlət çevrilişlərində iştirak edən İran, Azərbaycanda dini anlayışla ekspansiya siyasəti, işğalçılıq siyasəti yürütmək, Azərbaycanı İrana bağlamaq, Azərbaycana aran demək, təbii ki, siyasətində olan İranı biz kəskin vururduq. Ona qarşı kəskin siyasət yürüdürdük. Bugün İran onu demirsə və o siyasətin peşində deyilsə, mən onu dünənki hərəkətinə görə niyə vurmalıyam? Və bugün İran savaşda bizim dövlət və milli maraqlarıma uyğun hərəkət edirsə, mən onu savunmalıyam da. Bu, İrana olan simpatiya deyil ki. Əslində, bugünkü İranın apardığı siyasətdə Azərbaycanın milli və dövlət maraqlarını tapdalayan addımların olmamasıdır. Biz bütün variantlarda olaylara belə yanaşmalıyıq. Hər dəqiqə deyirlər ki, nə oldu, unutdunuz? İran Azərbaycan sınırlarını tanımırdı, dağıdırdı, belə yerdi. Bugün onu niyə müdafiə edirsiniz? Mən sual verirəm. Amerika Azərbaycanın sınırlarını tanıyırdı. Minsk qrupunun həmsədrlərindən biri Amerikada ölüydü. Rusiyanın mövqeyindən fərqli Amerikanın nə zamansa bir mövqe sərgiləyib mi son 30 ildə? Yox. Və sonda Amerika Azərbaycanın haqq və hüquqlarını tanımadığı halda xeyr olur, bugün siz Amerika aşıq olursunuz. Amerika Azərbaycanı vuranda da Amerika aşıq olursunuz. Amerika Azərbaycanı sevəndə də Amerika aşıq olursunuz. Bu necə olur? Digər tərəfdən İran Azərbaycanda ekspansiya siyasəti aparıb, hələ də o niyyətdən əl çəkməyən qüvvələr çoxdur içəridə. Amerika Azərbaycanda ekspansiya siyasəti aparmayıb. Pedofili, LGBT-çiliyi Azərbaycanı yerləşdirən Amerika deyil. Qeyri-hökumət təşkilatları üzərindən Azərbaycan ictimai mühitində ciddi özünə dayaq quran Amerika deyil. Siyasi partiyaları ələ alıb, gələcəkdə Azərbaycanı siyasi partiyalar üzərindən işğal etmək istəyən Amerika deyil. O da ekspansiya siyasəti aparıb da. Və xeyr ola Amerikanın bu siyasətinə görə Amerikanı vurmursunuz, sevirsiniz. Bütün hallarda Azərbaycana qarşı bütün dövlətlərin işğalçılıq siyasəti olub. Amerika siyasi və demokratiya adından, azınlıqların haqq və hüquqları qorunması adından işğalçılıq siyasətini yürüdüb. İran şiəçilik üzərindən dini anlamda ekspansiya siyasətini əl atıb ki, özünə bağlasın. Onun kimi Rusiya hərbi cəhətdən ermənilərin yanında durmaqla Azərbaycanı işğal altında saxlayıb. Hər birinin Azərbaycanda bir işğalçılıq siyasəti olub. Nə olur siz Rusiyanı sevirsiniz? Nə olur siz Amerikanı sevirsiniz? Hələ də İsrail sevginiz günü-gündən çiçəklənir. İsrail bu siyasətlərin hamısında olub Azərbaycana qarşı. Bugün də Azərbaycana qarşı böyük bir siyasətin içərisindədir. Bunları niyə dilə gətirmirsiniz? İşğalçılıqsa İran da Azərbaycanda niyyətində olub davam etdirib, Amerika da Rusiya da. Amma siz Rusiyanı sevirsiniz, Amerikanı sevirsiniz, tək düşmən olur İran. O necə olur? Üçünü də vurmalısınız. Eyni formatda. Bugün Amerika Azərbaycanın maraqlarını qoruyursa, sağ ol deməliyik. Rusiya Azərbaycanın maraqlarına qarşı çıxmırsa, sağ ol deməliyik. Bugünkü İran da Azərbaycanın dövlət və milli maraqlarına qarşı çıxmırsa, biz də yenə də İrana sağ ol deməliyik. Amma dünən sən bunu edirsən, mən sənə sağ ol demirəm, anlayışı ola bilməz. Bu, şəxsi məsələlər deyil, ailə məsələləri deyil, dövlət və millət məsələsidir. Sənin haqqın yoxdur burada özünün prizmanla yanaşıb, öz şəxsi maraqlarına üzərindən siyasət yürüdəsən, aldığın qrantlar üzərinə siyasət yürüdüb, Azərbaycan xalqının adından danışasan. Buna görə də içimizdə olan bugün ayrı-ayrı dövlətlərin uzantılarına bir sus deməliyik. Azərbaycanda bir mövqe hakim olmalıdır. O da Azərbaycan dövlətinin dövlət və milli maraqları.